Kremldən Bakıya hücum. Arxivi açıb onları ifşa edin. Ramiz Mehdiyevin qara kassası qaynının həbsini istəyir. Rusiya öz gələcəyi uğrunda döyüşür. Putin. Bu pis siqnaldır. Təcili 1997-ci il sərhədlərinə qayıtmalıyıq. Prezident fərmanı. Minimum əmək haqqının məbləği. Tolik Səidəni hədələdi. Qanını yoxlatdırıb içəri saldıracam. Kreml Azərbaycana qarşı informasiya hücumuna başlayıb. Hüquq mühafizə orqanlarımızsa yalnız açıq mətbuatda artıq dərc olunmuş ittiham edici materiallar dərc edir. Arxivləri açıb 5-ci kolonda kimin hakimiyyət statusunun yaxud müxalifətin arxasında gizləndiyini göstərməyin vaxtı çatmayıbmı? Axar TV xəbər verir ki, bunu keçmiş Xarici İşlər Naziri politoloq Tofiq Zülfiqarov deyib. Xüsusilə də xaricdən gələn bəzi vızıltıların sadəlövhlüyü məni təsirləndirir. Onlar Kremlçiləri və onların yerli əlaltılarını haqlı çıxarmaq üçün məni 5-ci kolon adlandırmaqdan başqa çarə tapmırlar. İkiyüzlü anonslarda məntiqi boşluq yaranır. Kremli günahlandıran 5-ci kolon Kremlin siyasətini gizlədənsə demokratdır. Düşünürəm ki, arxivlərin bir hissəsini açmağın və hər kəsi layiq olduğu adlarla çağırmağın vaxtıdır. Politoloq bildirib. Azərbaycanlı iş adamı Şahəddin Abdullayev qaynı Oktay İbrahimovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Teleqrafın əldə etdiyi məlumata görə, buna səbəb Oktay İbrahimovun media vasitəsilə Şahəddin Abdullayevi prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə iş birliyində ittiham etməsidir. Belə ki, Oktay İbrahimov mətbuatda Abdullayevin dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin qara kassası adlandırıb. Bundan başqa Oktay İbrahimov bildirib ki, iş adamı Ramiz Mehdiyevə hakimiyyətin zorla ələ keçirmək planlarının həyata keçirilməsində və digər pərdə arxası fəaliyyətlərində ona hərtərəfli dəstək olub. Onun sözlərinə görə Şahəddin Abdullayev məhz Ramiz Mehdiyevin sayəsində 25 ilə yaxın müddət ərzində Ukraynanın Mariupol metallurgiya zavodundan vaqonlarla dəmir məmulatları gətirərək Azərbaycanda bu sahədə monopoliya qurub və inanılmaz sərvətə sahib olub. Qaynı kürəkəni olan iş adamını eyni zamanda Səməd Vurğun küçəsində Zabitlər bağı ilə üz-üzə inşa etdirdiyi yaşayış kompleksindən Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə ev hədiyyə etdiyini də bildirib. Onun sözlərinə görə Şahəddin Abdullayev Ramiz Mehdiyevin hakimiyyətdə mövqeyinin zəiflədiyi dövrdə qanunsuz yollarla Türkiyənin İstanbul şəhərində 5 milyon dollar dəyərində Eurobond istiqrazları yerləşdirib. Eyni zamanda İstanbuldakı Burhan Bankına yarım milyon dollar əmanət qoyub. Şahəddin Abdullayev məhkəmədə Ramiz Mehdiyevlə münasibətlərini təksib edib. Onunla hər hansı əlaqəsinin olmadığını bildirib. Bu səbəbdən qaynı Oktay İbrahimovun onun barəsində səsləndirdiyi ittihamlara görə 6 ay müddətinə həbsini istəyib. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində çıxış edən Oktay İbrahimov özünü təqsirli bilməyib. O, Şahəddin Abdullayevlə yaxın qohum və dost olduğundan Ramiz Mehdiyevlə olan yaxınlığı, sonuncu vasitəsilə əldə etdiyi toxunulmazlıq və pullar barədə məlumatlı olduğunu bildirib. Oktay İbrahimov bütün bu bildikləri barədə müvafiq dövlət orqanlarına açıq məktublar yazdığını açıqlayıb. O, sonda məhkəmədən bəraət verilməsini xahiş edib. Oktay İbrahimovun əməlində Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilib. Rusiya öz gələcəyi, həqiqəti və ədalət uğrunda döyüşür. Bunu Rusiya prezidenti Vladimir Putin Rusiyalı hərbçilərin təltif olunma mərasimində deyib. Rus əskərlər hərbi əməliyyat zonasında əlaqələndirilmiş və səmərəli şəkildə fəaliyyət göstərirlər. Putin bildirib.
NATO Ukraynada davamlı sülhə nail olmaq üçün 1997-ci il sərhədlərinə qayıtmalıdır. Bunu Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Mema deyib. O bildirib ki, Avropa siyasətçiləri gərginliyin azaldılması üzərində işləməlidir. Paralel olaraq Avropa İttifaqı liderləri alyansın Rusiyaya doğru genişlənməmək vədinə hörmətlə yanaşmalıdırlar. Çünki bu Avropalılar üçün baha başa gələcək. Avropa İttifaqının aktiv formada yenidən silahlanması və Ukraynadakı fəlakətli siyasəti gələcək üçün pis siqnaldır. Siyasətçi əlavə edib ki, Finlandiya və İsveç Şimali Atlantika Alyansından çıxan ilk ölkələr arasında olmalıdır. Qeyd edək ki, 1997 sərhədlərinə qayıtmaq NATO'nun Şərqi Avropadan geri çəkilməsi deməkdir. Bu fikir əsasən Rusiyanın tələbidir. Hərbi blok və Qərb isə bunu qəbul etmir. Azərbaycanda ildə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq. Prezident İlham Əliyev bununla əlaqədar əmək məcəlləsinə edilmiş dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Mənim üçün loto olub, tüpürüm sən aranın qiriyyətçisi olmuşsan az. Sənin qiriyyətdən danışan... Bir neçə gündür aparıcı Tarix Əliyevlə müğənni Səidə Sultan arasında davam edən gərginlik TikTok sosial şəbəkəsindəki canlı yayımda daha da artıb. Postaza istinadla xəbər verir ki, xalq artisti Brilliant Dadaşovanın da iştirak etdiyi canlı yayımda tərəflər arasında mübahisə yaranıb və onlar bir-birinə qarşı ağır ifadələr səsləndiriblər. Belə ki, Tarix Əliyev müğənninin televiziya və aparıcılarla bağlı səsləndirdiyi tənqidlərə sərt reaksiya verərək onu narkotik istifadə etməkdə ittiham edib. Bu ölkədə namusdan, qeyrətdən danışacaq ən axırıncı adamsan, nənənin üstünə tüpürən adamsan, yadından çıxıb, səhər səni polisə verib qanını yoxlatdırıb içəri saldıracağam. Mübahisədən sonra Tarix Əliyev Səidə Sultanla bağlı polisə də şikayət edib. Qeyd edək ki, sözügedən canlı yayımı təxminən 20 minə yaxın insan izləyib. Gətirib Azərbaycana adam eləyir. Sən kimsən? Sənin dalında kim durur? Mənim dalımda mən. Sənin dalında türün işlər. Türün işlər dalında. Hansı oğlan sənin qəbməsi? Sakitləş özün getirəsən. Sən Ona bir nədə qorxu gəlir.